Salam əziz Azərbaycanlı dostlarımız. Bugün sizlər üçün ikinci Azərbaycan dilində bir video Türk kanalı olan Para Mühəndisində yayımlanır. Bu videoların davamı üçün həm də verilən əziyyətin qarşılığı üçün videoyu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünkü videomuzun mövzusu adından da göründüyü kimi kriptoda qazanc yolları nədir, necə öyrənilir, necə qazana bilərik, hansı yolları yoxlamalıyıq, bunların üzərində değinəcəyik. Danışdığım terminlərdə türkçə istifadə edə bilərəm danışdığım zamanı. Çünki bildiyiniz kimi bəziləriniz tanıyır, bəziləriniz tanımır. Mən Türkiyə tərəfində fəaliyyət göstərirəm və Türkiyə tərəfində yayıncılıq edirəm. Ona görə artıq kripto sektoru ilə bağlı terminlər və danışıqlar türk dilində oturduğuna görə dilimə kəndim də fərqində olmadan türkçə istifadə edirəm bunları. Bacardığım qədər bu terminləri Azərbaycancadan istifadə etməyə çalışacağam, amma məncə artıq çoxumuz bunların türkçədən mənasını bilir. Zaten uygulamalar, yəni proqramlarda da artıq Azərbaycan dili olmadığına görə türk dilində istifadə edirik proqramların çoxunu. Sadəcə Binance-da Azərbaycan dilini yeni gətirdilər bu arada. Onu da Binance-da Azərbaycan dili seçib istifadə edə bilərsiniz. Bugünkü mövzumuz kriptoya girdik deyəlim, kriptoya qoşulduq. Necə kriptoda qazanc əldə edə bilərik? Kriptoda qazanmaq üçün nə etməliyik? Bunlara değinəcəyik. Bugün sizə bir neçə mövzudan bəhs edəcəm və 3 dənə kanal üzərində bunu sizə göstərəcəm. Yəni hal-hazırda bizim fəaliyyətdə olan 3 kanalımız üzərində YouTube'da. Deyəlim ki, siz daha çox finans, trade sahəsi ilə maraqlanırsınız, al-satçısınız. Yəni, spot al-sat eləmək istəyirsiniz və ya futures işləmlərlə məşğul olursunuz. Bunun üçün Para Mühəndisi kanalını takip edirik. Niyə? Çünki Para Mühəndisi kanalında çox tez-tez yayınlar olur və dünya bazarını, Amerika tərəfində baş verən olayları, istər dünyada baş verən olayları, savaş, terror, fərq eləmir. Birjanın analizi burada olur Para Mühəndisi tərəfində. Həmçinin deyək ki, çox bəzi projelerin ön satışları və ya etkinlikləri, hansısa yeniliklər ən tez sürətdə Para Mühəndisində paylaşılır. Para Mühəndisi demək olar ki, hər şeyin qarışığıdır. Mix şəkildə burada hər şey haqqında məlumat tapa bilərsiniz. Həmçinin hamınızın bir zamanlar qatılmış olduğu Picoin haqqında, neçə dənə burada Picoin haqqında video görə bilərsiniz. Həmçinin XRP Azərbaycan bazarında ən çox sevilən və tutulan coinlərdən biridir. XRP haqqında da burada videolar var. Həmçinin mənim Azərbaycanda istifadə eləmək üçün mobil proqramlar videosu da burada var. Azərbaycan dilindədir. Keçək ikinci kanalımız Coin Mühəndisidir. Coin Mühəndisi kanalı kriptoya ilk girənlərin ilk ziyarət etməli olduğu yerdir. Burada kriptoya girdinizsə, demək olar ki, kriptoda nə varsa onun haqqında, yəni eğitim serisi dediyimiz, yəni dərslik materialları mövcuddur. Yəni burada keçmişə düşüb bütün hər şey haqqında dərs məlumatlarıyla tanış ola bilərsiniz. On-chain olsun, futures olsun, Binance istifadəsi olsun, coinlər nədir, CoinList birjası nədir, sıfırdan texniki analiz, hər şey haqqında burada dərsliklər var və özü də pulsuz şəkildə girib bunlara da baxa bilərsiniz Coin Mühəndisi tərəfindən və həmçinin də Coin Mühəndisində yayınlar olur. Burada da həmçinin videolar, proje tanıtımları həmçinin burada da baş verir. Deyək ki, hamımızın yaralı olduğu mövzu kriptoya ilk girənlərin, çünki qorxurlar, itirmə riski, necə edəcəklərini bilmirlər və pul qoymadan qazanmaq istəyirlər və o mövzu burada baş verir. Pul qoymadan qazanmaq üçün bizə lazım olan hal-hazırda airdrop mühəndisində olan içeriklərdir. Airdrop mühəndisi kripto ilə bağlı yenilikləri, çıxacaq olan projeləri, onların dağıtılacaq olan airdroplarını, bunlarla bağlı nələr dağıtılacaq, airdroplara necə qatıla bilərik, airdroplar necə claim eləyə bilərik, airdroplardan nə qədər gəlir əldə edə bilərik, hansı airdroplar potensiallıdır, hansıları boşuna zaman itirməyimizə səbəb olacaq. Bunlar haqqında airdrop mühəndisində detaylı məlumatlarımız var. Airdrop nədir? Bilməyən dostlarımız üçün. Deyək ki, hər hansı X projesi piyasaya sürüləcək və X projesi piyasada sürülmədən öncə, yəni bazara çıxmadan öncə bir istifadəçi kütləsinə sahib olmaq istəyir, tanıtılmaq istəyir və bunun üçün öz, belə deyək, blockchain ağını, öz və ya uygulamasını, proqramını və fərqli dəyişik proyektə istifadə edən istifadəçilərə airdrop paylayır, coin paylayır. Məsələn, buna misal olaraq Azərbaycanın %90'ı bir zamanlar qatılmışdı. Hamster Combat vardı. Telegramda tıklayırdınız. Hamster Combat oynuyordunuz və bir müddətdən sonra airdrop elədi. Hamster Combat coin verdi, amma bir işə yaramadı. Çox zəif olur. Çünki qatılım nə qədər çox olursa, o qədər də gəlir az olur. Həmçinin buraya pul qoymursunuzsa airdroplara. Airdropların da belə bir tərəfi var. Minimum məbləğlərlə, 20-30 dollarlarla pul qoyub airdrop eləməyiniz var və sıfır xərcsiz airdrop eləməyiniz var. Bunlar arasında həqiqətən də fərq olur. Əgər 20-30 dollarlıq pul qoyub və ya 50 dollar, 100 dollar kimi pul qoyub airdrop edib 30 min, 40 min, 50 min dollar götürənlər var. Həmçinin bu videolar kanalımızda mövcuddur. Pul qoymadan da gözəl gəlir əldə edə biləcəyimiz projelər var. Məsələn, burada hal-hazırda touch bar, burada görsəniz touch bar deyirəm. Açıqda görsəniz Grass var. Grass
Məsələn, bilgisayarımızda, kompüterimizdə mining eləyirdi sadəcə və miningdən coin kasırdı və bu coinləri bir müddətdən sonra claim eləyə bilirdik. Mən ilk də claim eləmişdim. Səhv eləmirəmsə 2 hesabdan 120-130 dənə claim eləmişdim və qaz 3 dollara falan çatmışdı. Səhv eləmirəmsə 3 dolları keçmişdi hətta. Nə qədər eləyir? 400-500 dollara yaxın bir pul eləyir, 400 dollar. Bunun həmçinin yanında backpack var. Hal-hazırda yəni aktiv olan ən çox yəni beklenti içində olduğumuz backpackdir. Bu backpackdə necə eləyirik? Backpack bildiyiniz Binance kimi bir borsadır dostlar və bura qeydiyyatdan keçərək, məsələn deyək 50 dollarlıq, 100 dollarlıq nə qədər pulumuz varsa trade ediriksə, onu backpack üzərindən edirik. İşlem açırıq, spot alırıq, satırıq. Burada həcm yığırıq. Hacim dediyimiz hacim kasmaq Türkçədən həcmləri yığırıq işlem açdıqca və bu həcmlər bir müddətdən sonra puana dönüşəcək və o puanlar bizə coin olaraq geri dönəcək. Backpack borsası çox güclü gəlir. Ekibi çox güclü işləyir və coin-də gözəl performans göstərə biləcəyini düşünürəm. Həmçinin borsa coinlərini özünüz görürsünüz ki, nə yerlərə gəlib çıxıb. İstər BNB-si olsun, istər GT-si olsun. Bu coinlərin necə bir yüksəliş əldə etdiyini görürsünüz. Həmçinin Bitget'in coininin olsun. Bunların potensialı var həqiqətən də. Qatılmağı məsləhət görürəm və necə qatılmaq olar, necə eləmək olar, hamısı Airdrop Mantis kanalında mövcuddur. Keçək bütün Azərbaycanlıların bilmiş olduğu Binance borsası və Binance borsasının istifadəsi və ya Binance borsasında nə cür qazanclar əldə edə bilirik? Sadəcə al-sat var, sadəcə trade var. Bilmədiyimiz üçün Binance-ı tam şəkildə həqiqətən biz istifadə etdiyimiz zaman da çətinlik çəkirik. Dostlar, Binance-da sadəcə futures dediyimiz, yəni əməliyyatlar mövcud deyil. Yəni Binance-ın futures-dan yanaşı spot, staking, airdrop, bunun kimi bir neçə modeli var ki, bundan xəbərimiz yoxdur. Mən bu videoda sizə onları izah etməyə çalışacağam. Göstərəcəm sadəcə. Əgər detaylı izahını istəyirsinizsə yorumlar qismində bildirin. Risksiz və daha rahat bir şəkildə qazanc yolları videosu gələr Binance-da. Çünki Binance bildiyiniz kimi bir dəryadır və dünyanın ən böyük və ən güclü borsalarından biridir. İnşallah bildiyimiz kimi futures-ı artıq hamımız bilirik. Buna da sizə ən sonunda izah edəcəm. Gəlin trade. Trade qismində spot qismi var. Bu spot qismi bildiyiniz al-satdır. Yəni necə ki gedib deyək ki biz maşın üzərindən misal göstərim. Mercedes alırıq məsələn. Deyək ki, Mercedes aldıq 12.000-ə, maşın qiymətləri qalxdı 13.000-ə, aparıb satdıq. Və yaxud Mercedes qiymətləri, maşın qiymətləri düşməyə başladı. Artıq elektrikli maşınlar çıxdı, istifadəyə verildi. Biz əlimizdəki maşını məsələn 12.000-ə almışdıq, düşüşə gedir. Biz 10.000-də ya 11.000-də tez satıb əldən çıxarırıq. Bu şəkildə bir yerdir spot. Yəni sadəcə əlimizdəki malı alırıq, uzun vadə yatırım eləyiriksə tuturuq və ya da al-sat eləyirik zamanına görə, dövrünə görə. Trade qismində bunu da göstərim. Marjindir. Bu çox təhlükəli bir şeydir marjin. Marjin trade əlimizdə olan mal varlığı ilə trade edirik. Məsələn, spot tradingdə necə edirik? Spot tradingdə alırıq, qaldıraçı olmur bunun təbii ki. Alırıq məsələn coinimizi, tuturuq coinimizi, yüksəldi məsələn 5 dollar idi, oldu 7 dollar satırıq. 0x-də qaldıraç bulaşmır bura. Amma marjin tradedə spotda qaldıraç işlədirik. Məsələn deyək ki biz 10 dənə Bitcoin almışıq. Bu 10 dənə Bitcoini 5x marjinlə saxlayırıq spotumuzda. Amma 5x-lə. Yəni düşsə, məsələn normal spotda 0 qaldıraçdır. Düşsə də, yüksəlsə də o coinin sıfırlanma ehtimalı yoxdur. Çünki spotda dəyər itirir sadəcə. Amma marjində düşdüyü zaman yüzdəsi olaraq 5x-dən nə qədərdirsə, o qədər bir düşüş yaşasa əlinizdəki bitcoinləri itirəcəksiniz. Yəni futures kimi bir şeydir, amma spot tərəfində olur bu. Alpha-dır. Bu Alpha yeni gəlib Binance-a dostlar. Bunu isə Azərbaycanda demək olar ki, çoxu bilmir. Alpha Binance-da listelənmə potensialı ola biləcək. Yəni listelənmə potensialı ola biləcək projelerin ön listələməsi kimidir. Bunlar Binance-da deyil. Binance Alpha-dadır və buradan bunların al-satını eləyirik. Bunların al-satını eləmək önəmlidir. Bəs niyə? Binance Alpha ilə Binance Wallet-ın birlikdə fəaliyyət göstərdiyi bir dənə hal-hazırda bir sahə var, belə deyək, bir kateqoriya var. Orada airdroplar verilir və bu necə olur? Və bu yaxınlarda coin mühəndisində, para mühəndisində bununla bağlı videolarımız var. Türkçədən, istəsəniz Azərbaycan dilində çəkərəm. Əlinizdə BNB tutursunuz. Bu BNB-ləri Binance Wallet-da saxlayırıq. Həmçinin bu BNB-lərlə Alpha-da al-sat edirik. Amma bu coinlərin, al-sat elədiyimiz coinlərin Binance və Binance Futures-da listelənməməsi lazımdır. Bu coinlərlə həcm kasırıq. Yəni sadəcə al-sat edirik. İtirdiyimiz bir şey yoxdur. Coin alırıq, satırıq, bu qədər. Həcm kasırıq və həcmlərdən puanlar kasmış oluruq. Və bu puanlara görə ön satışlara qatılırıq. Bu ön satışlara qatıldığımız zaman 0 itki ilə coin qazanırıq, hər hansı bir coin. Listelənir orada ön satışlara. Biz qatılırıq. BNB stake eləyirik. Anında bizə coin gəlir. BNB-lərimizi geri stake edirik. 10-15 dəqiqəlik bir işdir. Yəni uzun çəkmir. Həmçinin point kastığımıza görə və Binance Alpha-da trade elədiyimizə görə müəyyən bir zamanlar içərisində Binance bizə airdrop olaraq projelər atır ki, bugün və ya dünən birini daha atmışdı və 100-150 dollar arası bir qazanc əldə elədi ondan qatılanlar. Siz heç nə eləmədən yerindəcəsə 100-150 dollar atır Binance. Siz sadəcə tradeinizi edirsiniz və trade etdiyiniz zaman bəlkə cüzi bir miqdar fee ödəmiş olarsınız ki, bundan başqa heç bir itkiniz olmur.
Binance Alpha bu şəkildə. Əgər bunu detaylı necə qatıla bilərik hocam, bunu necə eləyə bilərik, biz də qatılar, biz də bundan faydalanmaq istəsəniz, bunun haqqında da yorumlar qismində bildirin, video gələr. Və dostlar, bunu ilk öncə də deyim, çoxu bunu qulaq ardı edir, çox anlamına, fərqinə varmır. Həqiqətən də Binance-a qeydiyyatdan keçərkən endirimli qeydiyyat linkindən istifadə edin. Açıqlamalar qismində qoyacağam endirimli qeydiyyat linkimizi. Binance birjasında olmayan dostlarımız üçün, Binance hesabı olmayan dostlarımız üçün açıqlamalar qismində endirimli qeydiyyat linkini qoyacağam. Endirimli qeydiyyat linkindən qeydiyyatdan keçməsəniz, deyirsiniz ki, hocam nəyimə qalıb, keçirəm də. Bunun fərqini çox rahat bir şəkildə göstərə bilərəm sizə. Əgər siz Bitcoin-də bir dənə long pozisyon açırsınızsa və ya al-sat edirsinizsə, siz əgər endirimli qeydiyyatdan keçməmişsinizsə, siz 10 dollar fi ödəyirsiniz və ya 800 dollar. Əgər endirimli qeydiyyat linkindən keçməsinizsə, o adam 2 dollar və ya 1 dollar 50 sent kimi fi ödəyir. Siz deyirsiniz ki, əgər sizdə 1 dollardır da, yalnız qazanacağım da Futures'da bir də işlem açacağım, 100 dollar qazanacağım. Bəs sən 1000 dollarlıq bir işlem açanda və ya deyək ki, sənin 100 dollarlıq işləmin çox gözəl qazandırdı, sən uzun vadədə saxlamaq istədin o işləmi. O işləmdən kəsilən funding fee, o işləmdən kəsilən fee. Bəs o zaman gedən ödəmələr, onu da fikirləşmək lazımdır. Həqiqətən yəni bunlar çox önəmli nüanslardır. Keçək ikinci məsələ. Binance Earn. Binance Earn, yəni staking deyirik biz buna. Earn stakingdir, adı belə olaraq keçirib Earn. Bu nədir? Binance Earn hər hansı bir coin almışıq. Deyək ki, biz almışıq, əlimizdə var XRP. XRP-ni biz 2026-da satacağıq. XRP-ni 2026-da satacağımız üçün biz bu coin-i onsuz da tuturuq spotumuzda və heç bir qazanc əldə eləmirik tutduğumuz zaman. Amma Binance Earn da gəlib əlimizdə olan XRP-ləri stake edə bilirik və ya BNB-ləri. BNB-ləri stake etməyiniz, BNB-si olub stake edən dostlarımız çox güclü airdroplar var. Hodlerlar üçün dediyimiz airdroplar var. Bu airdroplardan faydalana bilirlər. BNB stake edirsiniz. Məsələn, gəlirsiniz bura. Əlimizdə BNB var. BNB-ləri stake eləmək istəyirik. Məsələn, burada baxın 15 flexible, istədiyiniz zaman stake edib, istədiyiniz zaman çəkməyinizdir. Yəni flexible azaddır. Yəni burada flexible-la stake edirsinizsə, BNB-ni istədiyiniz zaman stake edirsiniz, istədiyiniz zaman çəkirsiniz. Burada 15 günlük var, 30 günlük var, 60 günlük var, 90 günlük var və 120 günlük var. Dostlar, burada 15 günlük, 30 günlük baxırsınız faiz dərəcələri qarşısında yazılıb. Deyirsiniz ki, hocam burada nə qazanırım ki? 16%, 21%. Yəni tutduğun zaman da, spotda qaldığın zaman da bir şey qazanmırsan zaten. Ən azından burada üstünə ödədiyin fiyləri geri ala bilirsən müəyyən miqdar. Və buna belə baxmayın. Bəzi coinlərdə bu pik hədlərdə olur bu faiz səviyyələri. Məsələn, burada bir dənə baxın. Alın, burada məsələn NFP var. NFP-də baxaq. Bunda elə flexible-da %20 verir. Baxın, APR %20 1500-dən 0-1500 arası. 1500-dən böyüklərə az verir amma. Buna da diqqət edin. Bax, TR 0-1500 NFP atanlara %20 verir. %20 buna verir məsələn. Yəni belə çox olur. 1600 olan da olur məsələn, 2000 olan da olur. Bu bəzən dəyişir. Bu staking tərəfidir. Detaylı dediyim kimi bunların hamısını istəsəniz videosu gələcək. Çox baş yormuram. Square Binance-ın blog tərəfidir belə deyim. Məlumatlar, airdroplar, blog yazıları kimi bir şeydir. Burada paylaşılır. More qismində nə var? Yəni burada sizin üçün önəmli bir şey görmürəm elə ki. Mega droplar var. Mega droplar da Mega drop və Binance launch poollarını sizə anlatmağa çalışım. Mega drop, Binance launch pool bunlar bir-birinə yaxın layihələrdir. Megadrop yeni gəlib. Megadrop qatıldığınız zaman fərqli bir uygulama kimi bir şeydir. Orada yəni dediyim kimi BNB-ləri stake edirik. Orada da BNB stake-indən gəlir əldə edirik. Gəlir necə əldə edirik? Bizə coinləri airdrop olaraq atır. Binance Launch Pool var. Binance Launch Pool-da BNB və ya FDUSD-ləri stake edərək Launch Pool-dan gəlir əldə edirik. Amma bunlar birazcık çox da maraq göstərilən bir şey deyil. Çünki böyük yatırımlarınız varsa Binance-da, böyük pullar tutursunuzsa bu işinizə yarayacaq. Amma kiçik pullarda biraz gəlirləri az olduğuna görə çox insanlar bunun istifadə eləmir və ya buna yaxın durmurlar belə deyək. Keçək hamımızın sabahdan axşama qədər sürünmüş olduğumuz, böyük ümidlər vəd elədiyimiz Futures, Binance vadəli işləmlər. Yəni nə yalan deyim, hal-hazırda kriptoda ən güclü qazancları buradan əldə edib, ən böyük itkiləri də burada eləyə bilərik. Risk iştahının maksimum səviyyədə olduğu bir yerdir. Nədir Binance Futures? Binance Futures, belə deyim sizə, əgər spotda hər hansı bir coin alırıqsa, deyək ki, spotda X coin almışıq. Məsələn, spotda biz Arbitrum almışıq. Arbitrumu spotda aldığımız zaman qazancı yüksəliş və ya düşüş dövründə məsələn yüzdəsi olaraq məsələn 2x eləsə Arbitrumu 50 sentdə almışıqsa, 10 dənə Arbitrum almışıqsa 50 sentdə 2x yəni 1 dollar olsa, 10 Arbitrumun bizə 50 sent 1 dollar yəni 2 dəfə çox qazancı əldə edəcək. Başa düşürsünüz bu şəkildə. 5 dollarımız 10 dollar olacaq. Belə düşünün 10 Arbitrumumuz. Amma biz 10 dollarlıq Arbitrumda gəlib Futures'da işlem açsaq və Futures'da kaldıraç, yəni leverage dediyimiz qavram var. Bu nədir? Burada gördüyünüz kimi leverage yəni kaldıraç yüksəltirik. Yəni əlimizdə olan pulu
qatlayırıq daha yuxarı və deyəcəyik ki, hocam bunda bizə Binance-ın nə xeyri var ki, yəni belə bir iş görür. Siz əlinizdəki pulu, leverage-ni, kaldırışını yüksəltdiyiniz zaman o likiddə dediyimiz olay, likid səviyyəsi dediyimiz olay da bir o qədər sizin dalınıza yaxınlaşmağa başlayır. Necə olur? Bunu sizə izah edeyim. Mən USDC tərəfindən izah edeyim sizə, ya da USDT-dən izah edeyim elə. Cross və ya isolate işləm var. Cross və ya isolate nədir ilk öncə? Cross, məncə bunlar qalsın. İstəsəniz bunların hamısını detaylı bir şəkildə başqa bir videoda sizə izah edərəm. Çünki video çox uzun olacaq. Yəni mən sizə leverage deyim sadəcə. Burada gördüyünüz kimi 50x və 125x kimi var. Siz burada 5x, 10x açdığınız zaman deyəlim ki, siz Arbitrumda 10 dollarla 5x işlem açdınız. O zaman likid səviyyəniz deyək ki, çox aşağılar %30, %50 düşmək şərti ilə sizə likid eləyəcək Arbitrum, məsələn deyirəm. Amma siz gəlib burada 50x açsanız, Arbitrum %5 düşsə sizə likid eləyəcək. Siz gəlib 100x açsanız, %1 düşsə sizə likid eləyəcək. Belə düşünün, yəni 100x açsanız. Ona görə də kaldıraç çox riskli bir şeydir. Təbii ki, qazancları da böyük olur, itkiləri də böyük olur. Yəni mən sizə məsələn burada Twitter üzərindən misal göstərə bilərəm. Coin mühəndisində bir takipçisinin bizim Coin Mühəndisi Analiz Telegram kanalında, açıqlamalara onu da qoyuram, paylaşılan SUI işləmində almış olduğu bir dənə pozisyon var idi. O pozisyonu sizlər üçün burada göstərim. Belə riskli işləmlər almaq olur, mümkündür. Amma bu işləmlər həmişə yəni gətirmir. Milyonda bir söhbəti var, yəni şans söhbəti var. Coin Mühəndisi Twitter hesabında takip eləməyi unutmayın. Baxın, burada sizə SUI pozisyonu göstərəcəm və məbləği göstərəcəm. Coin Mühəndisinin özünün açmış olduğu işləmlərdir. Baxın, bu adam 3500 dollarla, 3600 dollarla, 3600 dollarla 100, mən səbəbim son 120 min dolları keçmişdi son vaxt. 105 min dollar xeyir qazanır. Gözünüzün önündədir, canlıdır bu. Yəni bax, burada share işə, bu demo deyil. Demoda işləm, hocam demo falan. Əgər demo işləmi baxsanız, share butonu demo işləmlərdə gəlmir. Paylaş butonu demo işləmlərdə çıxmır. Yəni dostlarım, gördüyünüz kimi 105 min dollar qazanıb. Amma detaya baxın. Bu adam 50x açıb, 3600 dollarla açıb. 2.3285-dən girib işləmə. Likid səviyyəsinə baxın bir dənə 2.3155. Cüzi bir düşüşdə bu adam lig olacaqdı. Amma bunun burada Allah gətirib, bəxtə gətirib bu işləm dönüb uçub gedib. Bunu eləməyi məsləhət görürəm. Çünki bu tamamen şans məsələsidir. Yəni hər kəsə nəsib olacaq bir şey deyil. Ona görə diqqətli olmaq lazımdır. Belə fürsətlər olurmu? Olur. Amma dediyim kimi risk alırıq. Riskdən də ya qazanıb ya itiririk. Dostlar, bu videomuz bu qədər.